Naxçıvan qalada təşkil olunan Bahar Festivalının artıq son günüdür. İlk gündə olduğu kimi bu gündə canlılıq müşahidə olunur. Əhali yaşayış xidmətlərində təşkil olunan təamlardan dadır, əl işləri və rəsm sərgilərinə baxaraq istirahət edirlər. Bayramı münasibətilə bütün hamını təbrik edirəm. Naxçıvan xalqını təbrik edirəm. Hamının bayramı mübarək olsun. Yəni yaxşıdır hər şey. Kurtarsın gəmirəm, ay mənim Novruz bayramım. Alalar kurtarsın gəmirəm, ay mənim Novruz bayramım. Saqqalı it quyruğu kasan bir oyun eylər, qızını qoyun eylər, yığar bayram xonçası neylər? Neyləm? Ay kişi, keçəli toy neylər, neyniyəcək? Bayramımız mübarək olsun. Necəsiz? Necə Sağ keçir? olun, çox sağ olun. Bayram çox möhtəşəm, çox belə ürək açan keçir. Mən ilk dəfədir ki, Novruz bayramını Naxçıvanın bu cür gözəl qeyd eləməyini görürəm. Biz də çox xoşbəxtik ki, Naxçıvanın bu cür mədəni, tərbiyəli, əxlaqlı, gözəl, bir-birindən sahib seçilən insanları ilə xatirə şəkilləri çəkdiririk. Onlarla biz də xatirələrimizi bölüşürük, sevincimizi, şənliyimizi bölüşürük. Biz də çox xoşbəxtik. Həqiqətən bu təşkilatçılıq eləyən kimdirsə, onlara biz dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Hamının bayramını təbrik edirik. Bahar qızı olaraq mən özümdən qürur duyuram. Sevinirəm, sevəcəyəm. İnşallah bayramınız mübarək olsun. Mənim də bir belə bir mahnı istəyirəm oxuyam, bu bahar qızına aid. Bir bahar gələndə məndə bitərəm göy çəməndə. Bahar gələndə məndə bitərəm göy çəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Bunlar hamısını özünüz hazırlamısınız? Bəli, özüm hazırlamışam. Bunlar hər biri, məhsullarımın hər biri təbii komponentlərdən hazırlanmışdır. Mənim əsas fəaliyyətim ekoloji, təmiz və insan sağlamlığına fayda verən məhsullar üzərində quruludur. Yəni hər birini təmiz bitki komponentlərindən hazırlamışam. Əsas məhsullarım lavanda bitkisidir. Burada göstərə bilərəm. Lavanda bitkisidir. Lavanda bitkisindən lavandanın efir yağını hazırlamışam. Sonra digər həmin yağları digər məhsulların tərkibinə qarışdıraraq yeni məhsullar ortaya çıxartmışam. Təbii sabunlar var, lavandanın spreyləri var, xanımlar istifadə edirlər, bəylər də istifadə edə bilərlər. Lavandanın əsas xüsusiyyəti ondan ibarətdir ki, antiseptik təsiri var. Yəni mikrob əleyhinə təsir göstərir, üzə faydası, üz dərisinə çox faydalıdır. Sonra digər təbii məhsullardan bal mumunu misal göstərə bilərəm. Təbii bal mumudur. Tərkibində heç bir ətir, esans, heç bir iyili, heç bir maddə yoxdur. Sadəcə öz saf qoxusu vardır. Bunu deyə bilərəm ki, hal-hazırda mən 3-cü tədbirdə iştirak eləyirəm və mənim üçün ən böyük sevindirici hal odur ki, əvvəlki tədbirlərdə mənim məhsullarımdan alan şəxslər bu tədbirdə yaxınlaşıb məmnunluğunu bildiriblər. Təkrar o məhsullardan bir də əldə etmək istədiklərini bildiriblər mənə. Bu da mənim üçün ən böyük sevindirici haldır. Göründüyü kimi məhsullarınızda da elə çox qalmayıbdır. Satışınız yaxşı olub deyəsən. Daha çox olsun inşallah. Bəli, bu gün tədbirin son günüdür. Artıq məhsul demək olar ki, qalmayıbdır. Çox sağ olun. Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir, bir əlində xonçası, açır gülün qönçəsi. Festival çərçivəsində həvəskar rəssamlar üçün də şərait yaradılıb. Burada rəssamlar öz əl bacarıqlarını göstərirlər. Gördüyünüz kimi hər bir rəssam Novruz bayramına aid şəkillər çəkirlər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə dəstəyi, Naxçıvan şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirildi. Bugünkü konsert proqramı isə Ləzzət Qrupun təşkilatçılığı ilə baş tutmuşdur. Bayramınız mübarək olsun! Hər birinizi xoş gördük, dəyərli dostlar, dəyərli qonaqlar, dəyərli Naxçıvan əhli. Dərviş Bənd sizə öz salamlarını çatdırır. Dərviş Bənd buradadır, səhnədədir. Konsert necədir sizin? Yaxşı keçir, normaldır. Məncə normal. Sırf konsertdən yana Dərviş Bənd üçün gəlmişsiniz, yoxsa elə gəzmək üçün, festivalda? Onlarımdan əylənmək üçün. Türkiye'den, Erzincan'dan geliyorum. Önce Azerbaycan halkının ve Naçıvan halkının Nevruz ve Ramazan bayramını kutluyorum. Barışa vesile olmasını temenni ediyorum. Her şey çok güzel. Bir senedir buradayım. 3 aydan 3 aya giriş çıkış yapıyorum ama ilk kez Nevruz bayramına tanık oluyorum. Her şey çok güzel. Emeği geçen herkese teşekkür ederim.